Bəli, çox böyük təcrübə əldə eləyəsi bir oyundur və Azərbaycan futbol tarixində bu bir ilkdir. Çempionlar Liqasının play-off mərhələsində oynamaq və əlaqədə belə bir komandaya qarşı, Newcastle-a qarşı, hansı ki, çox tanınmış, çox köklü bir klubdur və dünyanın bir nömrəli liqasından gəlmiş bir komandadır. Və oyuna demək olar ki, düzdür, vaxtımız az oldu hazırlaşmağa, amma ümumən elə futbolçuların hazırlığına baxıram kənardan, ümumiyyətcə onların diqqətinə, onların oyun haqqındakı fikirlərinə çox məsuliyyətli davranırlar və çox həyəcanlıdırlar. Bu mənə biraz inam verdi ki, göstərdi ki, futbolçularımız bu oyunu səbirsizliklə gözləyirlər və hər biri ayrılıqda baxıram, düşünürlər ki, sabah özlərinin ən yaxşı oyunlarından birini oynamağa və belə rəqibə baxmışıq. Bəlkə də bizə uyğun olmayan bir oyun stilləri var və məncə elə təkcə bizə yox, ümumiyyətcə İngiltərədə, Premier Liqada bütün komandalar inanıram ki, bunlara qarşı elə də oynamaq istəmirlər. Çünki rəqibə heç cür maksimum çalışırlar ki, imkan verməməyə öz oyunlarını oynamağa. Buna baxmayaraq, inşallah çalışırıq ki, öz doğma meydanımızda, öz azarkeşlər önümüzdə yaxşı bir mübarizə aparmağa, ağıllı bir oyun oynamağa və əlaqəsə cəsarətli bir oyun oynamağa. Baxmayaraq, bəzi komponentlərdə rəqib bizi üstələyir, ümumiyyətcə çox həm fiziki gücə malik, həm çox sürətli futbol oynayan bir rəqibdir. Amma hər bir halda inanıram ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərməyə bacaracaqlar və özlərinin ən yaxşı oyunlarından birini oynayacaqlar. Camilo. Hola, muy buenas tardes a todos. Para el partido de mañana sabemos que va a ser un partido difícil, un partido histórico. Carabao también no había estado en esta fase. Y bueno, esperemos afrontarlo de la mejor manera, que se nos dé la victoria, que es lo que queremos. Partido difícil, como lo dije, y trataremos de salir al campo y dar lo mejor, que es lo importante. Y al fin, ojalá se nos dé los 3 puntos, que es lo que queremos. Axşamınız xeyir, hamınızı salamlayıram. Fərqindəyik ki, bizi çox tarixi həm də çətin oyun gözləyir. Doğma azarkeşlərimizin qarşısında oynayacağıq və qeyd elədiyim kimi çox çətin rəqibdir, amma istənilən halda əlimizdən gələni eləyəcəyik ki, azarkeşlərimizi sevindirək, həm də uğurlu nəticə qazanaq. Camilo'ya suallarımızı verə bilərik. Buyur Mehman. Qarşıdakı maçda uğurlar arzulayıram. 2 sualım var idi. Elə son maçımızda İngiltərə Premier Liqa təmsilçisinə qarşı olub. Bu dəfə də oynayacaq. Yəni, ümumiyyətlə, İngilis komandalarına qarşı həmin 90 dəqiqədə hansı məqam xüsusi diqqəti çəkib ki, onlara qarşı oyunda buna xüsusi diqqət yetirmək lazımdır, uğurlu nəticə qazanmaq üçün. No partido vão jugar contra equipos ingleses, que aspecto llamó tu atención, ¿no? Cuando jugaste contra ellos? Sé que va a ser un partido difícil. Los equipos ingleses siempre son muy fuertes, muy rápidos, y lo que me llamó la atención es que son muy fuertes, y esta semana nos preparamos de la mejor manera. Sabemos que va a ser un partido difícil y trataremos de dar lo mejor cada partido. İngilis klubları bildiyiniz kimi çox sürətli, həm də fiziki cəhətdən güclü komandalardır. Yəni onlara qarşı ilk oyunumuzda daha çox bunu hiss elədim. Amma buna baxmayaraq düşünürəm ki, yaxşı formada hazırlaşmışıq. Çətin rəqib olsa da biz də onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq. İkinci bir məqam gənc futbolçudur və artıq karyerasının ən önəmli səhifəsi məhz Qarabağla yazılır. Belə bir turnirdə çıxış edir. Ümumiyyətlə, indiyə qədər keçdiyi yolu Qarabağla Çempion Liqasında özü üçün necə bir, belə deyək, xarakterizə eləyərdi? Nə verir bu turnir və Qarabağ ona? Eres un jugador muy joven, se puede decir que es una parte más exitosa en tu carrera, es en Carabao, y
pasando toda esa página, este camino, ¿cómo lo caracterizas? Bueno, muy feliz desde que me hablaron de Carabao, de que llegué aquí. El profe me dio la confianza y pude desarrollar mi juego más rápido y desde que llegué siempre feliz por darme la oportunidad de estar aquí y sé que estoy en el mejor momento de mi carrera y siempre trataré de dar lo mejor, de dar el máximo y sé que puedo dar más todavía. Təbii ki, mənim üçün çox xoşdur, xoşbəxtəm. Qarabağda, yəni bu yolu keçmək həqiqətən karyeramın qeyd elədiyiniz kimi ən uğurlu dönəmidir indiyə qədər. Bilirəm ki, gəncəm, daha inamlı olmalıyam, daha üzərimdə işləməliyəm, daha sürətli olmalıyam. Yəni bu keyfiyyətlərimi yaxşılaşdırmalıyım. Sual buyurun. Zavahki oyunda uğurlar arzulayıram. Oyunla bağlı deyil, amma bu mövsüm effektiv performans sərgiləməyin, dünya çempionatı, ya da dünya çempionatı keçiriləcək. Kolumbiya millisinə dəvət olunmağı və orada düşməyə və yəni heyətdə olmağı nə dərəcə təsir edir və bu realdırmı, millidən bir təklif varmı? Estoy jugando muy bien en este campeonato, en este torneo, y también puede ser que te convocan para la selección para el mundial. ¿Es real? ¿Has tenido una invitación de la selección? Feliz de cómo estoy jugando y lo de la selección Colombia siempre un sueño desde niño. Desde niño siempre quise jugar en la selección Colombia y sé que soy más cerca. Si continúo así como lo estoy haciendo ahora, sé que pronto se dará la selección Colombia y de ir al mundial, sí, como todo jugador sueña de jugar un mundial y ojalá se me dé. ¿Has tenido invitación? ¿Que te han llamado? No. Qeyd elədiyim kimi, bu mövsüm həqiqətən uğurlu keçirirəm və buna görə çox xoşbəxtəm. Milli komandada oynamaq bir Kolumbiyalı kimi mənim uşaqlıq arzumdur. Düşünürəm ki, belə davam edəcəyimsə, hər dəfə milliyə düşmək daha yaxın olacaq. Təbii ki, hər kəs istəyərdi dünya çempionatında oynasın, eyni zamanda mənim də bu böyük arzumdur. O ki, qaldı hər hansı bir dəvətə, yəni hər hansı bir dəvət zəng olmayıb. Camilo'ya son sual buyurun. Camilo, gol vursan, Kolumbiya futbol tarifinə düşürsən Çempionlar Liqasında. 5 və daha çox gol vuran Jackson Martinez və Radamel Falcao ilə yəni rekordunu təkrarlayırsan. Bunu etməyi arzulayırsan mı Bakıda? Si marcas más un gol, vas a repetir el récord de Jackson Martínez y Radamel Falcao, marcando más de 5 goles en la Liga de Campeones. ¿Ya estás preparado para eso? Sí, claro, estoy preparado. Entreno para eso, para cada partido, para siempre que el equipo me necesite dar lo mejor y claro, toda esta semana, la semana que pasó, hemos entrenado pensando en Newcastle y estoy preparado y ojalá se me pueda dar. Təbii ki, hazıram. Ümumiyyətlə, bu keçən həftə boyu düz oyunlarımız olsa da məşqlərdə, yəni Newcastle-da düşünürdüm. Məncə hazıram, yəni bu hədəfə çatmağa. Qurban müəllimə suallara başlayırıq. Kənan, buyur. Qurban, salamlayıram, sabahki maçda uğurlar arzulayıram. Qeyd elədiniz ki, Newcastle hücum oyunlu komandadır, amma Qarabağda hücum komandasıdır. Yəni rəqibin kimliyinə asılı olmayaraq həmişə hücum eləməyə üstünlük verən komandadır. Amma bu liqa mərhələsində iki tərəfli maç, iki cüt maçlar olmur. Yəni bir rəqibdən bir dəfə oynayırdı. Ona uyğun olaraq xüsusi bir taktikaya, belə deyək, strategiya ehtiyac olmurdu. Bundan çıxış eləyərək biz Qarabağın ifasında sabahki maçda bir qədər ehtiyatlı oyun izləyə bilərikmi? Ümumən, baxmayaraq ki, biz hücumda oluruq, yəni həmişə çalışmışıq ehtiyatımızı tutmağa, müdafiədəki ehtiyatda olaq, amma bəzi amillər var burada, yəni rəqibin ustalığı, rəqibin bəzi üstünlüyü.
Ona görə bəzən bəlkə buraxdığımız qolların sayı çox olub. Buna baxmayaraq, əgər biz nəyisə əldə etməyi istəyiriksə, arzulayırıqsa, gərək biz daha çox yaradıcı olmalıyıq, daha çox biz çalışmalıyıq, çox variantlar axtarmağa ki, rəqib qapısında. Buna baxmayaraq, mənim illərdir, mənim futbolçularımdan tələbim odur ki, biz hücumda ola düzgün müdafiə olunmağı bacarmalıyıq və bunu biz daima həm məşqlərdə, həm oyunlarda bunu tələb edirik amma dediyim kimi reallıq var. Rəqib də əlbəttə ki, bunu düşünür və rəqibin bəzi oyuncularının ustalığı, onların keyfiyyəti bəzən bizim düşüncəmizi görsən geridə qoyur. Amma buna baxmayaraq biz mütləq şəkildə iki oyun üçün düşünməliyik, iki oyun üçün fikirləşməliyik. Amma sabah elə bir oyundur ki, çox istərdim ki, azarkeşlərimiz oyundan həzz alsınlar. Hətta məğlub olsaq belə yaxşı, açıq futbol görsünlər, yaxşı, dinamik futbol görsünlər və bunu istərdim. Sonra cavab oyununa vaxtımız olacaq, onu düşünərik. Hakim Erdoğan buyur. Mənim uğurlar sabahki oyunda. Azərbaycan son oyununda bildirmişdiniz ki, komandanın bərpası üçün 3-4 gün vaxt lazım olacaq. Hal-hazırda komanda sabahki oyuna hazırdır mı? Maksimum çalışırıq hazır etməyə. Məncə o bir neçə gün əvvəlki fikirlərə, ümumiyyətcə olaylara geri dönməyə ehtiyac yoxdur. Sırf bugün biz diqqətimizi bu oyuna cəlb eləməliyik, bu oyuna hazırlaşmalıyıq. Və elə sonradan futbolçularımızla danışığımız oldu ki, tez bir zamanda çalışmalıyıq, bərpa olunmağa. Və sağ olsunlar, elə əvvəldə qeyd elədim ki, yəni onların kənardan onlara baxırdım, onları analiz eləyirdim. Pis hazırlaşmırlar, sanki demək olar ki, oyuna hazırdırlar. Ola bilər oyunun gedişatında hansısa bir hissədə bu yorğunluq hiss olunsun, amma inanıram ki, onlar yenidən əlavə güc tapıb, özlərini toparlayıb, sonraki mübarizə aparmağı bacaracaqlar. Emin buyur. Müəllim, sabahki oyunda Qasılın işlər yaxşı getmir. Sizcə bu rəqibə əlavə bir problem yarada bilərmi? Əksinə son oyunlarda 2 oyun qalib gəldilər və ümumiyyətcə, yəni Premier Liqa elədir ki, yəni burada işlər yaxşı getmir deyə bir o liqada elə bir fikir yoxdur, elə bir termin yoxdur. Çünki bu liqa elədir ki, baxmayaraq birinci yer və yaxud 15-ci yer komanda arasında yəni elə bir ciddi fərq görünmür. Yəni onların başqa bir strateji çempionata hazırlıqları var. Yəni bunların üstün cəhəti də budur. Bəzən hətta İngiltərə Premier Liqası öz çempionatlarını Çempionlar Liqasından daha üstün tuturlar. Yəni bu komanda, bu ölkənin futbola bu cür yanaşması var. Ona görə orada bu liqada desək ki, hansısa komandanın işi yaxşı getmir. Ola bilər 2 oyun, 3 oyun, amma sonradan yenə görsən ki, tam əksi olur. Başqa bir komanda düşür həmin zolağa. Ona görə belə bu komandalar daima ciddi, daima hər oyun nəticə üçün meydana çıxırlar və belə biz o düşüncədə olmalı deyilik. Mehman buyur. Qurban, mən də sabahki oyunda uğurlar arzulayıram. Montielin son vaxtlar yaxşı formada olmasını nəzərə alsaq və Kadidə iştirak ərzəsində də artıq yaxşı rəqabət yaranıb. Kimlə başlamaq, yəni bunu daxilinizdə bir müəyyənləşdirmisinizmi start heyəti ilə bağlı, yoxsa hələ ki belə deyək, tərəddüdünüz var və sabah yəqin ki qərar verəcəksiniz? Birinci sual bu. İkinci də elə yerə gəlmiş iştirak ərzəsindən məlum ki, Nəriman artıq yoxdur. Biz informativ bir məlumat verərik. Yəni əlavə kimisə zayıfqa eləmək olar mı ümumiyyətlə o kənarda qalan oyunçulardan? Təşəkkür edirəm. İlk olaraq, yəni Kadinin geri dönməsi bu bizim üçün xoşdur və əlavə bir əlimizdə əlavə bir variantdır, hansı ki istədiyimiz an, istədiyimiz
dəyişiklikləri biz eləyə bilərik oyunun gedişatında və yaxud oyundan əvvəl hansısa bir sistemli dəyişiklik eləyə bilərik. Amma tam heyət sabah səhər bizim məşqimiz olacaq, sabah səhər tam bilinəcək. Qaldı Nərimana gəldikdə, bəli, bu oyunda olmayacaq, amma əfsuslar olsun ki, biz onun yerinə heç bir oyuncu əlavə eləyə bilmərik. Yalnız akademiyadan, hansısa gənc yaşlardan, az yaşlı uşaqlardan kimsə eləyə bilərik və buna görə onun iştirak dərəcəsində başqa bir, yeni bir futbolçu olmayacaq. Yes, please. Hello, Mr. Gerbanoff. John Murray from the BBC. Can you put into words what this match means for Karabakh and also for Azerbaijan football? Because you are like pioneers, aren't you? And also, do you think it's essential for you to win the first leg at home if you are to go through? Çox xoş gəlmişsiniz bir daha Bakıya. Sadəcə qısa deyə bilərəm ki, biz düzgün yoldayıq və biz böyük turnirdə böyük komandaların sırasındayıq, onlarla yan-yanayıq və bu bizə əlavə güc, əlavə motivasiya və əlavə inam verir. İnşallah inanıram ki, bizim gələcək işimizdə belə turnirin bu ilki performansın çox böyük köməyi olacaq. Təbriz, buyur. And the other question, do you feel that you need to win the first leg to have a chance of going through? Yəni komandaların ümumi durumuna baxsaq, bugün favorit Newcastle-dır. Amma biz minimum Bakıda istədik ki, qalib gəlməyə və bunun üçün hazırlaşırıq. Yəni futbolda bəzən çox maraqlı nəticələr olur. Biz də istərdik ki, həmin o maraqlı nəticələrin sırasına daxil olaq. Və sabah çəkinməyərək biz meydana çıxacağıq və baxmayaraq qarşımızda dediyim kimi çox insanlı bir kollektiv var və mən çox istəkliyəm və futbolçularım çox istəklidir ki, bu oyunda qalib gəlsinlər. Amma ümumi nəticə necə olacaq, əfsus olsun onu deyə bilməyəcəm. Buyur Təbriz. Sabahki oyunda uğurlar arzulayıram. Son oyundan sonra mətbuat konferansında bildirdiniz ki, Kohaskinin yüngül mikrozədəsi var. Sabahki oyunda meydana çıxa biləcəkmi, yoxsa? Böyük ehtimal hazır olacaq. Yəni, sabah yenə əlavə həkim müayinəsi olacaq. Əgər 100%lik riskli bir şey olmasa, çıxma ehtimalı çoxdur.